Burada turşudur. Arif dayım durdu oturub, Rəhman dayım da gedir. Buraları traktorca dağıdıb. Biraz. Buralar belə sərqəsizdir. Ağaçlıq idi də. Traktor eşiyi veriyib. Xoş gününüzə gələk. Bəh. Gördüğünüz gibi bu Kəlbəcəri Şəkərəm kəndinin, Soldar kəndinin simvolu olan suların üstündəyik. Bunu bizim büyük kardeşimiz asıp götürmüştü Uğur müəllimin, yani babamızın adına. 90 yıldan sonra dağıdılır. Bugün biz de bir nəvə olaraq bunu bərk etdik. Bak buraya yazılır ki, babamız Uğur müəllimin xatirəsinə nəvəsi Asif tərəfdən inşa olunmuş Turşsu bulağı Kəlbəcər rayonunun işğalı zamanı ermənilər tərəfindən dağıdılmışdır. Bulaq yenidən nəvəsi Rəhman Bağmanoğlu tərəfindən bərpa edilmişdir. Ruhları şad olsun. Bu 16-sı 7-ci ay, yəni 16-sı iyul, deməli Rusxarənin, bizim bacımız qızı Rusxarənin deməli dəfn günü, torpağa qoyulan günüdür. Allah bacımıza, onun yoldaşı Rəhmana səbir versin, Allah rəhmət eləsin. Amin. Bu kətdə dünyasında yaşayanlar Allah rəhmət eləsin. Amin. Şəhidlərimizə Allah rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Amin, amin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlıq versin. Allah əskərlərimizi qorusun. Allah cəmaatımızı, elimizi, obamızı var eləsin. Gələn qonaqlarımız bu sudan içsin. İnanıram ki, bu suyun gözəlliyi, saflığı insanların necə derlər, yadlarına qalacaq. Çox gözəl sudur, qiyməti yoxdur. Bu qədər.